Maqnezium bədənimizdə 300-dən çox biokimyəvi prosesdə iştirak edən həyati əhəmiyyətli bir mineraldır. Enerji istehsalından əzələ fəaliyyətinə qədər bir çox funksiyanı yerinə yetirən bu mineralın çatışmazlığı yorğunluq, stres və yuxusuzluğa səbəb ola bilər. Milli Az xəbər verir ki, gündəlik maqnezium ehtiyacınızı təbii yollarla qarşılamaq üçün rasionunuza aşağıdakı qidaları əlavə edə bilərsiniz. Tünd yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, kələm, kali və pazı kimi tərəvəzlər maqneziumla zəngindir. Məsələn, bir kasa bişmiş ispanaq gündəlik ehtiyacın təxminən 40%-ni qarşılayır. Quru meyvələr və çərəzlər, xüsusilə balqabaq tumu, badam, kaju, keşiyu və Braziliya qozu əla mənbələrdir. Cəmi bir ovuc balqabaq tumu bədənin maqnezium ehtiyacını böyük ölçüdə ödəyir. Paxlallar, mərci, noxud, lobya və soya paxlası həm zülal, həm də yüksək miqdarda maqnezium ehtiva edir. Tam taxıllar, ağ çörək əvəzinə tam buğda, yulaf, qarabaşaq, qreçka və kinoa kimi taxıllara üstünlük vermək bədənin mineral balansını qoruyur. Avokado, bu faydalı meyvə həm ürək dostu yağlarla, həm də bol miqdarda maqneziumla zəngindir. Orta ölçülü bir avokado təxminən 58 mg maqnezium ehtiva edir. Banan daha çox kaliumla tanınsa da, eyni zamanda yaxşı bir maqnezium mənbəyidir. Bir böyük banan bədəni enerji ilə təmin etməklə yanaşı, əzələ kramplarının qarşısını alır. Tünd şokolad, şirniyyat sevənlər üçün xoş xəbər. Tərkibində ən azı 70% kakao olan tünd şokolad həm antioksidant deposudur, həm də maqneziumla zəngindir. Maqnezium çatışmazlığının əlamətləri, əzələ qıc olmaları və titrəmələr, daimi yorğunluq və halsızlıq, yüksək qan təzyiqi, iştahsızlıq və ürək bulanma, baş ağrıları və miqren. Əgər ciddi bir sağlamlıq probleminiz və ya xroniki xəstəliyiniz varsa, maqnezium əlavələri qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.